Ekran görünür. Əlıma görünür. Aha, çox gözəl. Bu arada bilirəm gözünüzə biraz dəyişik görünür. Mənim eynəkli olmağım, amma bugün biraz gözlərim yorulduğu üçün artıq eynəkdən istifadə etdim. Aha. Hər birinizi ilk növbədə xoş gördük. Gününüz xeyirli uğurlu olsun və biz Markol təliminin artıq 5-ci dərsindəyik. Əslində mən 5-ci dərsi, keçən dərsi keçmişdim. Sadəcə bəzi texniki problemlər səbəbi ilə tam anlaşılmadığı üçün, keçən dərsdə sual-cavab etdiyimiz üçün mən 5-ci dərsi yenidən qısa özət formasında təkrar keçirəm. 5-ci dərsimiz nədən ibarətdir? 5-ci dərs əlaqələr və şəbəkələr. Yəni ki, bu nə deməkdir? Brend yalnız fərd olaraq deyil, həm də əlaqələr vasitəsilə inkişaf edir. Yəni ki, brendinizi, məhsulunuzu tanıtmaq üçün tək fərd olaraq tanıda bilməzsiniz. Yəni sizin tanıtmağınız üçün dostunuz olmalıdır, tanışınız olmalıdır, ailənizdən sonra təbii ki. Sonra yaxın çevrəniz olmalıdır, tələbələriniz, müəllimləriniz olmalıdır, tələbə yoldaşlarınız olmalıdır. Sonra eyni sahə üzrə, eyni peşə üzrə ixtisas sahibləri, yəni peşə sahibləri. Tək o qrup ixtisaslar demirəm, ümumiyyətlə bizneslə məşğul olanlar və yaxud da dizaynla məşğul olanlar belə eyni ixtisasdan sayılırlar. Ondan sonra keçən dərs nümunəmiz var idi, praktiki nümunə, onu bir türlü edə bilməmişik. Qrup tapşırığımız var. İndi mən bunu YouTube-a yükləyəndən sonra qrupa göndərəcəm. 2 nəfər özündən, hər qrupda 2 nəfər olmaqla özündə tapşırıq seçəcək, bir-birinə planlamaya kömək eləyəcək, qarşı tərəf üçün, yəni qrupdakı biri üçün artıq brendinə kömək edici ideyalar fikirləşəcək. Məsəl üçün, mən onun yerində olsaydım nə edərdim? Və yaxud da o mənim yerimdə olsaydı nə edərdi? Fikirləşərək artıq siz onun qarşı tərəfdəkinin ideyasına uyğun, brendinə uyğun ideyalar tapacaqsınız. Ondan sonra mini tapşırıqlar. Bir digər iştirakçının brendini gücləndirmək üçün bir praktiki addım təklif edin. Bu 2 nəfər qarşı-qarşıya bu gücləndirici ideya fikrini verəcək. Amma mini tapşırıq hər kəs özü üçün fərdi olaraq bir praktiki addım təklif eləyəcək. Bu plan, arzudur, ideya yəni arzu. Belə etsə yaxşı olar. Yəni, məsəl üçün, rəngi narıncı seçibsə, logosunun rəngini dəyişib, məsəl üçün, fikirləşmək olar ki, bunu dəyişib mavi etsə, məncə yaxşı olar. Amma bu praktiki addım odur ki, məsəl üçün, biri sosial şəbəkə olaraq TikTokda paylaşır, amma Instagramda paylaşmağı daha aktiv, daha effektivdir. Məsəl üçün, kimsə deyəcək ki, qrupdan bir iştirakçı o birinə qarşı-qarşıya olan zaman deyəcək ki, mən bunu hər platformada paylaşdım, amma sosial medialardan, sosial şəbəkələrdən ən çox Instagramda effektiv olub. Bu artıq praktiki addımdır. Bu nəzəridir, sadəcə plan olaraq, fikir olaraq deyir. Burada artıq praktiki, yəni hərəkət formada deyir, hərəkət formasında deyir. Ondan sonra motivasiya edici sual var. Həm bu sualı özünüz cavablandıracaqsınız, həm də ki, o qarşı tərəfə bu sualı verəcəksiniz. Özünüz bir dənə sual hazırlayacaqsınız, motivasiya edici sual. Məsəl üçün, sizə təklif olunan sual nədir? Əlaqələriniz sizə hansı yeni imkanları açacaq və niyə vacibdir? Məsəl üçün, insanların hər kəsin bir əlaqə forması var. Ya sosial mediadan tanıdığı insanlar, əlaqələr, ya ailəsi, ya dostları, ya müəllim yoldaşları, ya tələbə yoldaşları, ya işlədiyi eyni peşə sahibi insanlar, ya sadəcə Instagramda tanıdığı məşhurlar, ya indi bir çox sahə üzvü ola bilər. Mən bütün sahələr genişdir deyə hər birinin nümunəsi ilə tam aça bilmirəm. Amma hər kəs indi ağlına gəldi ki, mənim əlaqələrim, mənim tanıdıqlarım kimlərdir və bunları hardan tanıyıram və mənə nə kömək edir.
Məsəl üçün, buna siz cavab verəcəksiniz. Mən, məsəl üçün, ixtisasım sosiologiya və psixologiya olduğu üçün mənim psixoloq müəllimlərim var, təlimçilər var, şəxsi inkişaf üzrə təlimçilər var, tələbələr var, sonra universitetimdən və yaxud Bakıdan, Azərbaycandan tanıdığım tələbə yoldaşlarım var, müəllimlər var. Yəni, bu sahə üzrə ağlınıza ilk gələn və ilk kimin kömək edə biləcəyi və kömək etməyinin nəyi bu qədər vacib olduğunu artıq siz özünüz biləcəksiniz. Məsəl üçün, sizə qohumlar yalnız mənəvi dəstək ola bilər. Yəni, mənəvi dəstək artıq mən sənin arxandayam, yaxşı ideyadır, gözəldir, paylaşacam, dəstək olacam, belə mənəvi dəstək ola bilərlər. Uzağı takipçi, yəni izləyici artıra bilərlər, görüntülənmə, yorum artıra bilərlər, amma digər artıq biraz uzaq tanışlar, tələbə yoldaşlarından daha uzaqdan tanışlar, onlar artıq maddi də dəstək ola bilər. Məsəl üçün, sizin təlimlərinizə qoşula bilərlər, sizin satdığınız məhsulları ala bilər, sizin dizayn etdiyiniz kağızlar, yəni sertifikatım olsun, dizayn posterim olsun, yoxsa loqolarım olsun, təlim şəkillərim olsun, artıq onları ala bilərlər. O, kənar insanların etdiyi dəstək maddi dəstəkdir. Amma yaxın çevrənin etdiyi dəstək maddi də ola bilər, amma daha çox mənəvi dəstəkdir. Və bu paylaşımların sizin o işinizin, brendinizin, markanızın paylaşılmağı maddi dəstək deyil, mənəvi dəstəkdir. Maddi dəstək qarşılığında gözlə görünə biləcək, əllə tutula biləcək qarşılığın alınmasıdır. Amma mənəvi dəstək sadəcə sözlə və havada, yəni görünməyən dəstək növüdür. Daha doğrusu görünüb əllə tutula bilməyən dəstək növüdür. Ondan sonra, məsəl üçün, nümunə müxtəlif brendlərin strategik əməkdaşlıq nəticəsində daha sürətli böyüməsini göstərmək. Məsəl üçün, sizin ixtisasınızdan, sizin o sahəniz üzrə, markanızın, brendinizin sahəsi üzrə nümunələr çəkəcəksiniz. Məsələn, mən psixoloqların səhifələrində, YouTube, Instagram səhifələrini göstərərək nümunələr çəkə bilərəm, amma bu artıq reklama girir deyə etik sayılmadığı üçün və YouTube platformasında da paylaşılacağı üçün artıq mən onu dillə demirəm kimdir, amma artıq özünüz nümunə olaraq Instagramda, YouTube'da yazaraq, psixoloqların, məşhur psixoloqları yazaraq, günümüzün məşhur psixoloqları yazaraq artıq həm dünyadan, Türkiyədən, Amerikadan, məsələn, Amerikada APA-dır, APA-dakı psixoloqlardır, sonra Türkiyədə psixoloqlar qrubu var, psixoloqlar okulu var, oradakı məşhur psixoloqlardır, sayılı seçili psixoloqlardır. Ondan sonra Bakıda var, psixologiya institutunun idi, yoxsa universitetinin idi, dəqiq orasını bilmirəm. Oradakı psixoloqlardır. Deyəsən universitetinin idi. Psixologiya fakültəsi yox. Psixologiyanın ayrıca sahəsi var. Yalnız orada psixoloji analizlər, araşdırmalar və terminlər keçilir. Amma psixologiya fakültəsində psixologiyanın bir hissəsi keçilir. Amma o artıq institutunda böyük bir araşdırmalar, tədqiqatlar gedir artıq orada. Yəni, laboratoriyalarda əməliyyatlar aparırlar, belə izah edim. Məsəl üçün, mənim əlaqələrim daha çox tələbə yoldaşlarımın, sonra qohumlarımın paylaşımı sayəsində, valideynlərimin kursumu paylaşması sayəsində daha çox insanlara yayılır və ondan artıq görməyən, tanımayan insanlar da tanıyır. Məsəl üçün, sizin tələbə yoldaşlarınız tutalım 30 nəfərdir, 29 nəfərdir, belə deyim. Onlar maksimum siz o qədər adama görə görünə bilərsiniz. Və yaxud da müəllimlərinizdə əlavə elədik 10 nəfər, 39 nəfər, 40 nəfər deyək. 40 nəfər yalnız maksimum 50 nəfər görə biləcək. Amma o hər 50 nəfərində bircə dəfə, o 50 nəfərdə bircə dəfə paylaşsa, bu artıq başqa 50 nəfərə yayılmasıdır. O 50 nəfərdən də artıq elədi 100 nəfər, 100 nəfərdə başqa 50 nəfərə paylaşsa, o artıq eləyəcək 150 nəfər. Və bu 150 nəfərdə daha da yayılanda
hər elandan belə deyim 10% geri qayıdır. Məsəl üçün 150 nəfərdən hardasa 15-i nağd müştəridir. Müştəri deyəndə belə pis çıxır, yəni alıcı. İstəyir təlim dərs alıcısı olsun, istəyir əşya alıcısı olsun, istəyir dizayn alıcısı olsun. Bütün hər kəs alıcı olur. Həmin məhsulun alıcısı olur. Onun üçün də o hər 150 nəfərdən 15-i artıq qarantilidir. Ondan sonra daha çox, məsələn 500 nəfərdən əgər 500 nəfər görə bilərsə, 500 nəfərdən 50 nəfəri garanti sizin işinizin sizin müştəriniz olacaq və işinizin alıcısı olacaq. Və bəzi sosial şəbəkələrdə reklam paylaşmağı deyirlər. Reklam paylaşmaq üçün necə deyim, onun böyük səhifələr yox, orada səhv olunur. Daha çox aktiv səhifələrdə reklam olunmalıdır. Məsəl üçün elə səhifələr var, 500 takipçisi, izləyicisi var, amma daha səhifəsində 5000, 10000 görüntüləmə, bəyəni və yorum, yəni fikir bildirən var. Komment yazan var. Onda reklam elətdirmək daha məqsədə uyğundur, daha yəni daha əlaqələrin güclənməsidir. Yəni daha səmərəlidir. Amma məsəl üçün 100.000 takipçisi, 200.000 takipçisi, yəni izləyicisi olan səhifələrdə reklam elətdirmək, onlarda məsəl üçün 100 nəfər, maksimum 200 nəfər aktiv olur, onlarda fanatlar. Yəni onun üçün yenə də sizin məsləhətinizə qalıb reklam verənlərin, reklam elətdirənlərin, amma mən birincini seçərəm. Yəni birinci daha çox işə yarayandır. Çünki aktiv kütlə 1000, 1500, 2000-dirsə bu birində 500-dən daha artıq izləyicisidən daha çox görüntüləmə alan ondan daha səmərəlidir, daha sərf eləyəndir. Ondan sonra mən uzatmadan keçim 6-cı dərsimizə, çünki 6-cı dərsimiz artıq keçən dərs sual-cavab olduğu üçün qaldı. Tətbiq və real layihələr, o nə deməkdir? Təlimin sonunda hər iştirakçı öz brend planını təqdim edəcək və mən fərdi geri bildirim verəcəm. Yəni ki, siz artıq bu 16 dərs boyunca, 16 dərs boyu fikirləşəcəksiniz və öz markanızın brendinizin markasını, belə deyim, quracaqsınız. Məsəl üçün, yaratmaq istədiyiniz iş barədə planlar düzəcəksiniz. Birinci plan yaratmaqdır. Mən demirəm şəkilli olsun və yaxud da cədvəl çəkin, orada bir Venn diaqramı qurun. Yox, sadəcə oraya yazın ki, məsəl üçün birinci nə eləyəcəm? Birinci hədəfinizi tapacaqsınız, yəni nə üzrə edəcəksiniz və dözümünüz nə qədərdir? Yəni motivasiyanız, psixoloji dözümünüz, yəni belə deyim, psixologiyanız nə dərəcədə sağlam və motivasiyanız nə dərəcədə güclüdür. Onları artıq planlaşdırandan sonra siz onları hər gün orada qeyd edəcəksiniz. Məsəl üçün, keçən dərsdə Əminə xanım dedi, indidən artıq planın bəzi hissəsini qurub, saat neçə, 1 ay mı, 2 ay mı deyəsən plan qurmuşdu, 1 aylıq mı, 2 aylıq mı plan qurmuşdu, hər gün saat neçədə paylaşacaq və bunun neçə həftə boyunca edəcəyi və nələr paylaşacağı, yəni mövzusu nə olacağı, brendinin mövzusunun nə olacağı. Yəni 2 ay boyunca hər kəs onu planlayacaq, saat neçədə paylaşacaq, gündə neçə dəfə paylaşacaq, mövzuları nə olacaq, dözümü nə qədər olacaq, hansı auditoriyanı əhatə eləyəcək, neçə yaş qrupu olacaq, neçə yaş qrupun içində müəllimlərim olacaq, tələbələrim olacaq, yoxsa yalnız işləyənlər üçün olacaq, yoxsa yalnız işləməyənlər üçün olacaq. Yəni onu təyin etdikdən sonra və orada bəzi planlamalar da var. Məsəl üçün, yalnız xanımlar üçün olacaq, yalnız bəylər üçün olacaq, yoxsa həm xanım, həm bəylər üçün olacaq.
Yəni onu təyin etdikdən sonra artıq təlimin, yəni paylaşdığınız brendin, markanızın mövzuları daha effektiv olacaq. Yəni mən keçən dəfə bir xanıma da izah etmişdim, adı yadımdan çıxıb, deyəsən bu gün iştirak etmir. O xanım demişdi ki, üzümü göstərmədən mən brendimi böyüdə bilərəm ya yox. Bəli, üzü göstərmədən o mövzularınızı artıq bilərək, yəni mövzular seçərək artıq siz brendinizi inkişaf etdirə bilərsiniz. Yəni o cinslər barədə planlama etmişdi. Cinslə məşğul olmaq barədə planlama etmişdi və o üzü göstərmədən məlumatlar paylaşmaq, yəni sərf eləyən yararlı bir məlumatlardır, belə deyim. Məsəl üçün, siz təlim keçəcəksiniz və yaxud da heç təlim keçmirsiniz, aksesuar biznesi ilə, geyim biznesi ilə məşğulsuz. Onların rəngini, materialını, sonra uzun ömürlüdürmü, deyilmi, müddəti nə qədərdir, keyfiyyətlidirmi, yoxsa keyfiyyətli deyilmi, markası nədir, bu markadan qiyməti endirimdədirmi, endirimdə deyilmi, yəni bunların bütün o həmin aksesuarın, həmin markanızın brendinin nə işlə məşğuldursa onlar haqqında, lap internetdən araşdırmaq istəyirsiniz, özünüzün məlumatınız yoxdursa, internetdən araşdıraraq məlumat tapa bilərsiniz və yaxud da özünüzün məlumatı varsa, özünüz internetdən tapmadan məlumatlar da paylaşa bilərsiniz. Amma səsli şəkildə öz səsinizlə və əl qabiliyyəti olaraq evdə, yəni ev və yaxud da ofisdə indi harda edəcəksinizsə, onun yanında mütləq təlimçisinizsə, mütləq lövhəniz olsun və lövhədə onu qeyd etmək daha düzgün olar. Çünki siz danışdıqca insanlar həm qulaqları ilə dinləyirlər, amma göz yaddaşı daha bəzilərində daha yaxşı yadda qalan olur. Yəni onun üçün artıq göz yaddaşı yaxşı olsun deyə mütləq videoda ya əliniz görünməlidir, ya danışdıqlarınız yazı ilə izah etməlisiniz lövhədə və yaxud da hansı bizneslə məşğulsunuzsa o səsinizlə bərabər o görünməlidir həmin yerdə. Məsəl üçün, bayaq dizaynerlik dedim. Dizaynersizsə, dizayn əşyalarınızı, məsələn, nəyi dizayn edirsinizsə, posterlər düzəldirsinizsə, posterlərin şəkli ekranda getməlidir, səsiniz altından gedərək. Ondan sonra, məsəl üçün, sertifikat düzəldirsinizsə, əyani əlinizdə varsa, masanın üzərində olaraq siz videonu çəkərək özünüz üstünə danışa bilərsiniz. Yox, əgər plakat düzəldirsinizsə, tamam biraz da genişlədək, plakat düzəldirsinizsə, artıq siz onları onlayn və yaxud da əyani şəkildə orada göstərərək bilindirə bilərsiniz. Ondan sonra yəni əsas birinci məqsəd plan qurmaqdır. Plan qurduqdan sonra hər şey davamlı olaraq gələcək. Ondan sonra mini tapşırığımız nədir? Mini tapşırıq təlim boyunca öyrəndiklərinizi istifadə edərək öz brendinizi təqdim edin və qrupdan qısa rəy alın. Məsəl üçün, bunu da izah edim. Sizin ilk öncə brend marka seçəcəksiniz özünüzə ki, nəyi brend edəcəksiniz. Onu seçdikdən sonra artıq siz yavaş-yavaş sosial media açaraq, sosial media səhifəsi açaraq, ya Instagram, ya TikTok, indi siz hansında daha rahat işləyə bilirsinizsə onu açaraq, orada yavaş-yavaş paylaşımlar edərək, onu qrupda paylaşaraq, həmin o müzakirə qrupu olacaq orada, təlim qrupunda yox, müzakirə qrupunda. Paylaşaraq hər gün yeni bir fikir bir-birinizlə bölüşəcəksiniz. Yəni və mən oradakı müzakirələrə baxdıqdan sonra artıq kim nəyi, hansı məsələni qaçırdı və yaxud nəyi deməlidir, deməyib, bəlkə bu heç lazım deyil, artıqdır, onda düzəlişlər edəcəyik. Məsəl üçün, Təminə xanım dünən hekayəsini danışdı.
Bu arada aktiv xanımlarımızdan biridir Təxminə xanım. O hekayəsini danışdı. Anka quşu ilə bağlı hekayəsini danışdı, niyə onu seçdiyini. Orada heç bir uzantı, uzun və ya qısa yox idi. Sadəcə cümlələri daha belə professional şəkildə canlandırmaq lazım idi. Vəsə. Yəni artıq o qədər. Vəssalam, yəni ondan əlavə bir şey yox idi. Siz də o öz brendinizlə bağlı ilk nə brendi olacaq onu seçəcəksiniz. Ondan sonra qısa hekayələr seçəcəksiniz. Qısa, yəni tutarlı hekayələr seçəcəksiniz. Ondan sonra izah etmək qabiliyyətiniz, nağılvari danışmağınız çox vacibdir, amma professional şəkildə etməlisiniz onu. Yəni Təxminə xanım həm professional şəkildə etdi, həm nağılvari danışdı. İndi bizim də əlimizdən gələn odur ki, o həmin markanın hekayəsini daha professional, amma daha səmimi şəkildə edək. Ondan sonra hər kəs o qrupda öz hekayəsini danışacaq, öz planlamalarını eləyəcək və qısa-qısa, yavaş-yavaş o sosial mediasını yaradaraq orada təlimlərini orada təlimlə öyrəndiklərini paylaşacaq. Bir növ SMM kimi, yəni sosial media menecerinin etdiyinin sadəcə bir qolu marka yaratmağa giriş hissəsidir bu. Markanızı yaradacaqsınız, amma ondan sonra paylaşım saatlardır, kəşfətə salmaqdır, kəşfəti necə orada saxlamaqdır, onlar artıq 2 aydan sonraki mərhələ olduğu üçün artıq mən onu keçə bilməyəcəm. Ondan sonra motivasiya edici sual nədir? Bu təlimdən sonra brendinizdə ilk konkret addımınız nə olacaq və niyə? Məsəl üçün, bu sualı siz cavablandıracaqsınız. Ondan sonra bu suala uyğun artıq qrupdakılara sual hazırlayıb o həmin müzakirə qrupunda paylaşacaqsınız. Və onu cavablayan şəxs də özü bir sual yazacaq və o sualı da ondan sonraki iştirakçı cavablayacaq. Məsəl üçün, bu təlimi mən özüm tələbə olub keçsəydim, yəni təlimçi kimi yox, özüm bu təlimi alsaydım, daha doğrusu özüm aldığım vaxtı izah edim sizə. Mən bu təlimi aldıqdan sonra sıfırdan bir səhifə yaradardım və bu təlimlərimi daha çox paylaşardım. Həm mənəvi dəstək istəyərdim, yəni daha doğrusu mənəvi dəstək istəyərdim. Həm qohumlarımdan, həm tələbə yoldaşlarımdan daha aktiv olardım və reklam elətdirməyə əgər gücüm çatardısa, belə deyim, mən böyük səhifələrdən, yəni aktiv səhifələrdən, böyük izləyici yox, sadəcə böyük aktivliyi olan səhifələrdən reklam elətdirərdim. Və yaxud da işbirliyi qurardım, onların məlumatları ilə bir qısa videolar hazırlayıb hər iki tərəfdə, yəni ortaq bir çalışma qurardım. Yəni ki, bu təlimdən sonra mənim o vaxtı artıq markam var idi deyə, brendim var idi deyə, mən sıfırdan çox elə nümunə göstərə bilmirəm. Yəni ki, sizin məsələn markanız yoxdursa, loqonuz yoxdursa, brendiniz yoxdursa, ilk onu yaradardınız və ondan sonra hekayənizi. Və bunların hamısı təbii içdən gələn bir şeylərdir, bir hallardır. Çünki sizin o hekayəniz, mən əminəm ki, hər kəsin bir başlama hekayəsi var. Yəni buna sizi təşviq eləyəcək, buna sizi məcbur eləyən bir hekayəniz var. Ya yaxşı, ya yaxşı olmayan hekayəniz var deyə mən inanıram ki, artıq o hekayəni yazmaqda, qeyd etməkdə, yəni nəqli formada, cümlə formasında qeyd etməkdə artıq siz heç bir çətinlik yaşamayacaqsınız. Bizim təlimimizin bitməsinə 10 dəqiqə qalıb və məsəl üçün nümunə çəkəcəksiniz. Real həyatdan bir brendin ilkin planla necə uğur qazandığını izah edəcəksiniz. Məsəl üçün sizə yaxın olan bir səhifəni, bir brend səhifəsini, sosial mediasını
Əgər təlimçisinizsə, hansısa bir təlimçinin səhifəsini götürəcəksiniz. Əgər coachingsinizsə, hansısa bir coachingin səhifəsini götürəcəksiniz. Əgər bir psixoloqsunuzsa və yaxud bir dizayner, bir aksesuar biznesi ilə məşğul, geyim biznesi ilə məşğul, sonra vizajistsinizsə, yəni makyaj, make-upsızsa, makyajla məşğulsuzsa, vizajistsinizsə, saç baxımla məşğulsuzsa və yaxud çistka ilə məşğulsuzsa, dəri gözəllikləri ilə məşğulsuzsa, dəri baxımı ilə məşğulsuzsa, onların ilk ən sizə yaxın məşhurun, yəni süni yaradılmış səhifə yox, sadəcə əziyyətlə, dişlə, dırnaqla nə qədər vaxta gəldiyin və nə qədər əziyyətli olduğunu siz onun planların qısa-qısa quraraq izah edəcəksiniz. Məsəl üçün, indi burada nümunə çəkmək, ad hallandırmaq uyğun gəlməz deyə mən çox elə demirəm. Sadəcə bir çox, mən öz sahəmə uyğun deyim, bir çox psixoloqlar var və onların doğrudan yaranması və onun inkişaf edilməsi çətin olan, yəni əməklə, zəhmətlə olan bir çox psixoloq səhifələri var, psixoloqlar var və siz turizm sahəsini unutdum, üzrü hesab eləyin. Turizm sahəsi ilə məşğulsuzsa, turizmdə əziyyətlə gələn turizmlə məşğul olan travellar var. Ya Azərbaycan daxili, ya Türkiyənin özündə və yaxud başqa Amerikada, Almaniyada məşğul olan turizmçilər var, travel'la məşğul olanlar var. Və onlardan da siz nümunə gətirərək izah edə bilərsiniz. Yəni, fərqi yoxdur. İstəyir Azərbaycan olsun, istəyir xarici olsun. Yəni, sizə yaxın olan, sizin fanat olduğunuz, belə deyim, və sizin başlama səbəbiniz olan insanın hekayəsini özünüzünkünə uyğunlaşdıraraq, çünki sizin hekayənizə yaxın olmasa onun hekayəsi, siz onu nümunə göstərməzsiniz. Yəni, siz ona fanatik olmazdınız, belə deyim. Onun hekayəsini götürərək, onun səhifəsini analiz edərək, planların səhifəsini planlayaraq artıq o həmin müzakirə qrupunda paylaşa bilərsiniz. Və yaxud da Zoom üzərindən səsli şəkildə də deyə bilərsiniz. Və burada siz yalnız nəzəri biliklər almayacaqsınız və həyatınızda fərqli bacarıqlar yaratmaq üçün praktiki bacarıqlar qazanasınız. Burada öyrəndikləriniz həm iş, həm də şəxsi həyatınızda sizə davamlı üstünlük yaradacaq. İndi dərindən nəfəs alırsınız və diqqətinizi toplayıb gələcəyinizi formalaşdırmaq üçün bir macəraya başlayırsınız. Sizin markanız sizin izinizdir və biz onu birlikdə ortalığa çıxardacaq. Və onu sizin bu var. Sizin içinizdə bu var ki, siz artıq bu təlimi izləyirsiniz, bu təlimdə iştirak edirsiniz və siz bu təlimdə iştirak etdiyiniz üçün sadəcə onu biraz necə deyim, yonub tirişkələrin götürərək pürüzsüz bir şəkildə, yəni səliqəli bir formaya salmaq lazımdır. Yəni hamarlaşdırmaq lazımdır o sizin içinizdə olan hekayəni. Bizim 5 dəqiqəmiz qalıb və mən markalı insanla markasız insanın fərqini keçmişdim sizə. İndi yəqin ki, çoxunuz unutmuşsunuz oranı. Mən onu yenidən marka olmağın əhəmiyyətini izah edeyim sizə. Bugünün dünyasında hər kəs görünmək, seçilmək və fərqlənmək üçün mübarizə aparır. Sosial mediada da görürük. Hər kəs öz məhsulunu tanıtmaqdan ötürü bəzi fərqli reklam sahələri ilə məşğuldur. Kimisi əziyyət çəkmir, SMM ödənişli şəkildə SMM işlədir. Kimisi SMM işlətmir, özü büdcəsi, gəliri azdır deyə özü SMM-li etməyə çalışır. Kimisi sadəcə reklam verir, reklam paylaşdırır, böyük izləyicisi böyük səhifələrdə reklam elətdirir. Kimisi heç onu da elətdirmir, adicə axarına buraxır, amma hər gün özü paylaşımlar edir, özü tanıtdırır.
Kimisi yaxın ətrafına deyir, siz paylaşın, paylaşın, yayın, dəstək olun, aktiv olsun səhifəm. Kimisi onların heç birini etmir, sadəcə könüllülər, belə deyim, könüllü. O daha çox kurslara, coachinglərə aiddir. Könüllülər tapır, könüllülərlə müqavilə bağlayır. 1 il, 3 ay, 6 ay, 1 il. O baxır o ikisinin arasındakı sənəddəki müqavilənin şərtlərinə. Ondan sonra və qarşılığında kiçik şirinlikləndirici, təşəkkürnamə, sertifikat, diplom kimi vəsaitlər verərək və ən sonda deyəsən 1 ildən sonra idi, səhv eləmirəmsə, üzvlük kartı ilə artıq az da olsa faizlə maaş təyin edir ona və artıq onun işçisi sayılır. Bunu daha çox kurslar, təşkilatlar, sonra necə deyim, coachinglər, turizmlə məşğul olanlar da edir bunu. Yəni məlumatlar paylaşanlar edir. Çünki digər sahələrdə könüllü işləmək o qədər də sərf etmir. Məsəl üçün aksesuardır, geyimdir, cilt bakımı ilə məşğuldur, gözəllik mərkəzləridir, vizajistlərdir, make-uplardır, yəni makyajla məşğul olanlar. Onların yanında artıq könüllü işləmək, könüllü fəaliyyət göstərmək sərf eləmir. Çünki onlar könüllü fəaliyyətin sonunda nə sertifikat versələr də, hətta yəni belə izah edeyim, sertifikatın üstünə nə yazacaqlar? Yazacaqlar ki, vizajistin yanında könüllü praktika etdiyi üçün təltif olunur. O yəqin ki, sərf etməyəcəyi üçün, ona görə orada ancaq maaşla məncə işləyərlər. Maaşsız işləyənlər ola bilər, sadəcə o sahə üzrə işlərini, brendlərini qurmaq istəyənlər. Məsəl üçün, onların yanında tələbə kimi hazırlaşırlar, tələbə kimi fəaliyyət göstərirlər, staj yığırlar və ondan sonra artıq çünki özləri o sahə üzrə işləyəcək. Amma belə o sahə üzrə işləməyənlər, o sahə üzrə məlumatı olmayanlar yalnız maddi olaraq çalışacaqlar. Amma turizmlə məşğul olanlar, turizmdir, coachinglikdir, psixoloqlardır, kurslardır, tədris təlim mərkəzləridir, bağçalardır. Orada işləyənlər könüllü işləyə bilər 1 il müddətində ən son. Yəni 1 ildən sonra artıq stajı olduqdan sonra 1 ildən sonra artıq maaşa keçid edəcək. Üzvlük kartı ilə. Markasız insanın fərqi nədir markalı insandan? Yəni markasız insan deyəndə biraz yaxşı alınmır. Markalısız insan sadəcə bacarıqlarıyla tanınır, amma tez unudulur. Çünki onun güvən nöqtəsi yoxdur, yəni istinad nöqtəsi yoxdur. Ki insanlar bunu gördü, bildi, aha, bunun təlimin, bunun işini gördü. İkinci gün artıq axtaranda görəcək ki, yox, o artıq yoxdur, səhifəsi yoxdur və yaxud Chrome-da istinad nöqtəsi yoxdur, Wikipediyada yoxdur və yaxud da YouTube-da yoxdur. Onun haqqında məlumat artıq insanlar da onu çox araşdırmayacaqları üçün unudacaqlar, üstündən keçəcəklər. Amma markalı insanda bacarıqları ilə də tanınır. Bacarıqları ilə də tanınır və yadda qalan imicləri, üslubları və dəyərləri ilə də seçilirlər. Məsəl üçün, həm bacarıq var, həm məhsulları gözəldir, o məşğul olduqları işin məhsulları gözəldir, həm danışıq üslubları, həm geyim üslubları, həm səhifələrindəki etik üslubları gözəldir, həm milli dəyərləri və yaxud etik dəyərləri var. İndi o hər kəsin dəyərləri, üslubu özünə aiddir deyə onu mən tam olaraq burada xırdalamaq istəmirəm. Vaxtımıza az qalıb, 1 dəqiqədən az qalıb. Və bu image, üslub, dəyərlər, bunların hamısı bədən dili təlimində, bədən dili, şəxsi inkişaf təlimində və natiqlik təlimində bunların hər biri keçirilir. Və bizim də ilk məqsədimiz, bu təlimi keçməmişdən əvvəlki məqsədimiz o 3 təlimi almaqdır.